Tanınmış yazıcı, dramaturq, həkim Zaur Quliyev Azərbaycan-Amerika Mədəniyyət Mərkəzinin fəxri diplomuna layiq görülüb. Müsahibimiz müasir ədəbi mühitdə özünə məxsus yeri olan Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıcı, həkim, eyni zamanda gözəl insan Zaur Quliyevdir. Ömrünün 70-ci baharını yaşayan Zaur Quliyev çoxlu sayda şeirlərin, hekayənin, povestlərin və dram əsərlərinin müəllifidir. Yazıcı yaradıcılığına gənc yaşlarından başlayıb və ilk şeiri 1960-cı ildə mətbuatda geniş işıqlanıb. Yazıcı Zaur Həkim oxumasan bilməzsən, Bahar nağlı, Sözün qala divarı, Hər ömürdən bir yarpaq, Damğalı qız, Gözəlliyin günahı kimi əvəz olunmaz kitabların müəllifidir. Zaur Həkim istedadına və yaradıcılığına görə bugünəcən bir çox fəxri fərman və təltiflərlə layiq görülüb. Belə təltiflərdən biri də bu yaxın günlərdə Amerika Birləşmiş Ştatlarında yerləşən Azərbaycan-Amerika Mədəniyyət Mərkəzinin fəxri diplomunun verilməsidir. Zaur Həkim, biz də öz növbəmizdə sizə verilən bu gözəl adla bağlı sizi təbrik edirik. Bundan sonra da sizin yaradıcılığınızda böyük uğurlar qazanmağınızı arzu edirik. Buyurun, münasibət bildirin, necə oldu sizə bu ad verildi və yaxud da bu adı eşidəndə siz necə qarşıladınız? Əvvəlcədən siz bilirdinizmi sizə belə bir adı layiq görülübsünüz? Buyurun, bununla bağlı fikirlərinizi bildirin. Təşəkkür edirəm sizin təbrikinizə görə. Doğrusu mən bu mükafatı gözləmirdim. Yazıcı ömrü, həyatı elədir ki, hər bir insan kimi, hər bir xırda mükafat, hər bir diplom sevinç bəxş eləyir. O cümlədən də mən doğrusu bunu gözləmirdim. Çünki Azərbaycan-Amerika Mədəniyyət Mərkəzinin mənə qarşı olan diqqətini məni çox həyəcanlandırdı, həm də sevindirdi. O mənada sevindirdi ki, Azərbaycan yazıcısını Amerikada da tanıyırlar. Bunun özündən böyük yazıcıdan ötəri xoşbəxtlik mən deyərdim ki, bəlkə də yoxdur. Mənə xəbər verdilər ki, sizə belə bir diplom verilib, Bakıdan yoldaşlar gəlir səni təbrik eləməyə. Doğrusu gözləmirdim. Sonra gəldi, yoldaşlarla görüşdük, geniş kütlə yığıldı, məsələn, yazıcı yoldaşlarımız, şəhər ictimaiyyətinin iştirakı ilə diplom mənə hədiyyə olundu. Və orada göstərdilər ki, sizin çox saylı yazılarınızı nəzərə alıb, dram əsərlərinizi, səhnəyə qoyulmuş dram əsərlərinizi nəzərə alıb, sizin gənclərə verdiyiniz o tərbiyəvi işlərə görə Azərbaycanın müdrik lideri Heydər Əliyev ideyalarına sadiqliyinizə görə sizə bir diplom hədiyyə olunur. Doğrusu mən onlara təşəkkür elədim. İndi də heç sevincimin həddi yoxdur ki, belə bir diploma. Bununla bərabər diplom məsuliyyət adı qoyur adamın üstünə. Yazıcı çalışır ki, bu verilən diplomu və yaxud verilən fəxri mükafatları doğrusun. Ona görə də mən var gücümlə belə də çalışacağım ki, Azərbaycanın adını yüksəklərə qaldırım. Və bu diplomun mənə verilməyinə görə mən orada əməyi olan bütün yoldaşlara öz təşəkkürümü bildirirəm. Qeyd edək ki, yazıçıya verilmiş fəxri diplom Azərbaycan-Amerika Mədəniyyət Mərkəzinin Rəyasət Heyətinin 22 noyabr 2010-cu il tarixli qərarı ilə verilib. Həmçinin mərkəzin qonaqlar kitabında Quliyev Zaur İlyasoğluna xüsusi səhifə açılıb. Bəxtiyar Əloğlu, Gəncə.